Ya 2 dənə kart açdıq. Razı bir dənə. Video alınmadı. Bilmem niye bakın. Belə kartlar çıxdı. Göstərim. Bakumba, Paulo Maldini, Muleka. Yenisi də var. Sabahda yine kart açılımı gələcək. Salam olsun, bugün də yerdə kart açılımı eləyirik. 2 dənə futbol kartı açacağıq. Bir də Liga Efsanədə Çempionlar Liqası, Şampionlar Liqası neyse. Birinci bu ilə başlamaq istədim. Şu 20 euro çıxdı. Mən ölkəni tərk edirəm. Sağ olun, sağ olun haqqı. Nə pis haqqı. Sən kimsən hə? Plusik. Bilmirəm kimdir. Tanımıram. Plusik. Neyse. Məmnunsuz. Hadi bir dənə Liga Efsanələri açıq. Uzun zamandır Liga Efsanələri açmadıq. Bir dənə kart açılımı eləmədim. Yəni anım gününə görə. Bugün eləyəcəm. Bax, hardan açıldı? Yadımdan açıldı. Hə. Eyni kart niyə gəldi axı? Hakan Çalhanoğlu, Əbdül Qadir Ömür, Salih Uçan. Bəli, video bura qədər. Sağ olun, sağ olun haqqı. Liga Efsanələri futbol kartları gedib alıp qayıtdım. Tam 6 adet. Baxın, 6 paket. 1, 2, 3, 4, 5, 6. Bunları da max bir gün ara vereceğim. Gələn həftə bir gün ara vereceğim. Sonra açılıma devam edeceğim yine. Gələn həftədən bir gün işim var deyə açılım olmayacaq. Yine. Yani böyle bir 3 tane varmış da. Pardon diyeyim, yeni illərə kart açılımı eləyəcəyik. Braziliyadan Kaka kimi tamam baba. Nicola Zaniola zat değildi. Galatasaray oyuncusu yok. Bunu sen ne bileyim. Boto Nidiaye Kaka. Brezilya efsanesi Kaka. Adamın kakası var Kaka. Haydi süper azfat. Onun kakası var neydi? Yine yeni kart. Niye? Niye yeni kartlar geldi? Dünenki video bombaydı. Bir tane Edin Dzeko. Üstlü bir başka gelmişti. Olsun. Böyle. 2 paket kart hızım görünə çıxacaq. Birinciden başlayaq. Kart atmaqdan buraya şey var. Bu varmam doludur. Hengminson, Sadio Mane, Victor Nelson. Hengminson da burada. İşini halledi. İkinci paketten farklı bir şey çıksın gözlüyorum. Getson Fernandes, Halil Dervişoğlu, Toni Kroos. Şimdi Halil Dervişoğlu ama Galatasaray'da değil. İcara esasında səhv etmirəmsə Hatay. Hatay mıydı lan? Evet galiba. Qədə Qaziantep'e geçip. Prosta niye ki video kimi short videoda sadece olarak YouTube bu sefer bu videonun uzuna çevirdi diye ben de belə təkrarən çəkib göstərmək istedim. Cenk Tosun, İsmail Yüksek, Virgil van Dijk çıxdı. Təkrarən Cenk Tosun, İsmail Yüksek, Virgil van Dijk çıxır və içindən Kevin De Bruyne, Andre Onana, Kerem Aktürkoğlu çıxır. Eynisindən Kevin De Bruyne, Andre Onana və Kerem Aktürkoğlu'nu da buradan görə bilərsiniz. Türkiye. İnşallah içindən bir tane Beşiktaş, bir tane Fener Barça gələr. Haydi bakalım. Şey gelsin. En neyse. Oynadığı koltuğuna. Ha baba. Bir dakika bir gol. Bir niye iyisi çıxır? Beynime düşən nələşsiz. 3 atacağım. Kaka, Nabi, Zaniola. Bundan iyisi çıxmasın. Aaaa. Ucu oldu bak bu. Ucu oldu. Bir paket daha atacağım kes. Bir paket daha. Biz videoda inşallah iyisi çıxmaz. Ne oldu? Açıl dedim. Allah.
Eynisi çıxma ki, fərqlicə çıxdırsın. Gəl ha. Bu qədər kart açasam, hamısı eyni çıxadır, sənin bəxtədə. Yenə. Açaq öyle. Göstərim belə. Keçən səfərlərdəki videoları hədəfə belə açırdım. Videoda problem olurdu deyə təkrarən kartları göstərirdim ki, Benfica'dan Angel Di Maria, El Ittihad'dan Kerim Benzema və Ridvan Dilmen Fenerbahçe. Fenerbahçe. Bravo Ridvan Dilmen. Əla, pis deyil. Yəni üçü də möhtəşəm. Argentina, Fransa, Turkish. Abi aynısından. Əla kartlar gəldi. Bu günə qıyrığın. Nə deyirsiniz siz?